20 aprel 2025 buraxılışından 9 sinif üzrə olan sualların qrammatika suallarını izah edəcəm. Başlayaq 27-ci sualdan. Bir hansı cümlə sadə cümlədir? Birinci burada baxacağıq. Deməli, cavab B variantıdır. Biz bunları izah edirik. Mürəkkəb cümlə və sadə cümlənin fərqi nədir? Biz burada sadə cümləsinin olması üçün iki cümləyə fikir verməliyik. Əgər orada bir xəbər eyni bir mübtədaya aiddirsə, o zaman da həmin vaxtı sadə cümlə kimi götürmək olar. Elə B variantına baxsaq, jurnal həyəti süpürdü, samavara od saldı. Süpürən də, od salan da jurnal olduğuna görə cavab burada B variantı olacaq. A variantında deyir, külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Buranın mübtədası yağış, xəbəri yağırdı. Burada külək, burada isə güclənir. Yəni ayrı-ayrılıqda xəbər və mübtədaları var. C variantında soruşdum, cavab vermədim deyir. Burada çaşdırmaq üçün sadəcə xəbərləri yazıb ki, çaşsın insan. Amma burada soruşdum, mən soruşdum olur. Cavab verməsə başqası, yəni o cavab vermədi. Ona görə C variantına çıxır. A variantında, D variantında ətrafa baxdım, heç kəs görünmürdü. Heç kəs görünmürdü. Ayrıca ətrafa baxan isə mən olduğuma görə. Bu da mürəkkəb cümlənin Y variantı külək güclənir, limandakı gəmilər yırğalanırdı. Yırğalananlar gəmilərdir. Güclənən isə küləkdir. Ona görə Y variantına çıxır. Cavab B variantı olacaq. 27-ci sual. 28-ci sualda sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yenə uyğun olan sözləri müəyyən elədir. Deməli, burada yazışı ilə deyir, deyilişi fərqlənmir, sətirdən sətrə keçmək olmur, yazışı deyilişi fərqlənir deyir. Burada baxsaq, cavab D variantıdır. Yazışı ilə deyilişi fərqlənmir, lisenziya sözdür. Sətirdən sətrə keçmək olmayan dua sözü, yəni D, U, yəni iki saydı yan-yana gəldiyinə görə birini saxlamaq olmayacaq sətirdən sətrə keçirdərkən. Yazışı ilə deyişi isə fərqlənir deyəndə ötkəm sözündə ötkəm ötkəm olur. Ona görə burada cavab D variantı olacaq. Ondan sonra 29-cu sual. Verilən nümunədə hansı durğuşlara buraxılmışdır? Kainatın yaranması, quruluşu, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Burada da göstərildiyi kimi yaranması, quruluşu, inkişafı və təkamülün tədqiqi təkcə astronomiyanın deyil. Burada da bir dənə vergi olmalıdır. Bütün təbiət elmlərinin əsas problemidir. Cavab B variantı olacaq. C variantı olmayacaq, çünki burada qoşa nöqtəyə heç bir ehtiyacı yoxdur. 2 vergül yox, 3 vergüldən istifadə olunacaq. Cavab B variantı olacaq. 30-cu sual, frazeoloji birləşmələri deyil, müəyyən elə. Birincidə deyir A-da ağzına su almaq. Bu olar, amma sandığı qıfırlamaq götürülmür. B-də işə düşmək, stulları işə düşmək olar, stulları aşırmaq olmur. Gözü kəlləsinə sıxmaq olar, çəkizlə vurmaq olmaz. Üz vermək, tabanına tüpürmək olar. Divarları ağartmaq, üz qaraltmaq. Üz qaraltmaq ola bilər, amma divarları ağartmaq ola bilməz. Ona görə Y və C variantı da getdi burada. Cavab D variantıdır. 30-cu sual. 31-ci sual. Burada əsasən zaman keçişlərdən sonra olan hissəciklərə baxmalıydıq. A variantında deməli idini istəyir, həm də isə köməkçi sözləri ilə işlənənləri istəyir. A variantında görürük ki, bu mışdan sonra işlənən, bu da ı-dan sonra işlənən hissə zaman çəkisindən cavab A variantı olacaq. B variantında çıxdı, bu D şudu keçmiş zamanda. C variantında budur, yenə şudu keçmiş zamanda, çünki gətir sözün köküdür. C variantında çıxdı, B variantında çıxdı, D variantında oturmuşdu. Olar, amma gətirsə sözündə yenə eyni şəkil olur. Gətirmə sözünün kökü olur. D variantına çıxdıq. Y-də isə dayanacaqdır. Bu olar, amma deməli alsan sözündə olmayacaq. Ona görə Y variantına çıxacaq. Deməli 31-də cavab A variantı olacaq. Bundan sonra deməli gəldik deməli 32-ci suala. Burada deyir, hansı cümlədə əlavə söz birləşməsinə ifadə olunub? Söz birləşməsi də iki cür olur. Fe'li birləşmə, isim birləşmə. Burada görə hansından istifadə olunacaq? A variantında deyir, şair bu obrazı əsərin baş qəhrəmanını sevə-sevə yaratmışdı. Deməli, şair bu obrazı kimi bu obrazı, əsərin baş qəhrəmanını, burada tamamlığın əlavəsi işlənib və əsərin baş qəhrəmanındakı üçüncü nöqtənin söz birləşməsidir. Ona görə cavab A variantıdır. B-də deyir, bura qəbələyə, yəni burada qəbələ ilə əlavəsi, qəbələ də əlavə, yəni burada da heç bir sözdür bu. C deyir, əldə sahildə, bu da sözdür. Topladığı məhsulu kartofu, soğan, yəni burada ayrı-ayrılıqda deyirik. Burada da sözlərlə ifadə olunub. Deməli, başqadakı əsməri rəfiqəsini, burada isə yenə yoxdur. Sözlə ifadə olunduğuna görə 32 A variantı. 33 feildən əmələ gəlmişdir. Sifəti müəyyən eləyin. Burada feili əmələ gələnlərdən baxırıq. A variantı sıxlıqdır. Burada çox vaxtı sözlə
biz əvəzləməliyik. Sıxlıq, çoxluq deyə bilirik. Çoxluq olanda isə çox say olduğuna görə A variantındakı sıx necə olacaq? A variantını çıxdıq. Qırğın sözü elə isimdir. Elə A variantında sıxlıq sözü də isim idi. C variantı güllü. Güllü sözü gül ismindən yaranır, ona görə C-də getdim. D variantında sürüşmək sözündən sürüşkən yaranır, ona görə cavab D variantıdır. Y variantında zarafat sözündən zarafatçıl yarandığına görə, sözün kökü zarafat olduğuna görə isimdir. 33-də isə cavab deməli D variantı olacaq. Ondan sonra gəldi 34-də. İsim birləşmiş işlənmişdi, feili birləşmiş işlənmişdi. Burada deməli baxırıq. 3 böyük bina yanaşı tikilmişdir. 3 böyük bina yanaşı tikilmişdir deyir. Burada həm də deyir ismi birləşmə ifadə olunub. 3 böyük bina. Bina, böyük bina. Burada böyük bina ismi birləşməsi var. Ona görə deməli 1-ə A gedəcək. Yenə göy üzünü duman bürüyüb. Göyün üzünü olduğuna görə, yəni burada göy üzünü burada birləşmə yaradıb deyə burada da götürəcək. Burada da yenə böyük binadır. Ona görə burada 1-ə A, B gedəcək. Baxaq başqalarına da. Sən şəkli həvəslə çəkdin. Burada isə yoxdur birləşmə. Sahilə çıxmaq üçün qayığa mindi. Burada isə sahilə çıxmaq burada üçün bunlar birlikdə götürüləcək. Bu da məsdər tərkibi olacaq, feili birləşmə olacaq. Ona görə 2-yə də D yazdıq. Cavad hiyləgərcəsinə gülürdü. Burada isə yenə heç bir birləşmə yoxdur. Ona görə cavab A variantıdır. 35. Balaca yaman dəcəldir cümləsi mübtəda nə ilə ifadə olunub? Dəcəldir kim? Deməli balaca götürüləcək. Balaca da burada sifətlə ifadə olunub. Ona görə cavab A variantı olacaq. Ondan sonra 36-cı sual. Cümlələrdə fərqləndirilmiş sözlər nəzərə alaraq uyğunluğu müəyyən elə. Mən sənə məsuliyyətli bir şagird bilirdim. Birincidə ədat olacaq. İkincidə isə ilk maşın alması üçün bir dəstə qızıl gül almışdı. Burada isə say olacaq, həm də bir dəstədə birləşib dəstə sözdə numerativ sözdür, hansı ki müəyyən miqdar saylarla çox vaxt olur. Müəyyən miqdar saylarla ismin arasına girərək onların yəni çoxluğunu bildirir, belə sayın yanında işlənir. Deməli, burada birdə ədatdır, ona görə də yəqin ki, leksik mənası olmayacaq, C-ni götürməyəcək, yalnız qrammatik mənası istifadə D-ni götürəcək. Cümlədən çıxardıqda heç bir mənası dəyişikliyi baş verməyəcək, çünki ədatdır və köməkçi hissələri cümlədən çıxardıqda heç bir məna dəyişikliyi, yəni ədat üçün olsa dəyişməyəcək, çünki onlar sadəcə sözün qüvvətləndirir. B və D variantlarını getdi deməli ədata, yəni 1-ə B, D, 2-yə isə A və C olacaq. Əşyanın miqdarını bildirir. Bu sayın üçün xüsusiyyətdir. Leksik mənası vardır. Yenə say üçün bir xüsusiyyətdir. Ona görə 1-ə A, C, 2-yə isə B və D variantları götürüləcək. Ona görə də cavab 1-ə B-dir, 2-yə A, C variantları götürüləcək. Ona görə cavab Y variantıdır. Bu qədər 9-cu sinifin buraxılış imtahanı 20 aprel 2025. Ümidvaram ki, hamı imtahanı yaxşı yazıb. Suallar o qədər də çətin suallar deyil idi. Sağ olun, salamat qalın.